Sınaq 52 çox gözəl sınavdır da. Yəni mənim xoşuma gəldi bu sınav. Buraxılış tipindədir, amma bloka yaxındır. Yəni bəzi suallar var, bloka yaxın tiplərdəndir. Çalışacağım, baxacağıq. İnşallah başlayaq. Deməli, birinci sualda 3'də 1 x. Bax, hər tərəfin 12'yə vuraq bunu. 12'yə vursaq, alınacaq 4x çıx 8, 3x minus 9 bərabərdir mənfi 14. Buradan da x'in hesablasaz görəsiz 3 alınır. Yəni bunun üzərində dayanmıram. Bu asan sualdır. ABCD üçbucağın tərəfləridirsə perimetri toplayırıq tərəf-tərəfə. Yəni A plus B 6-dan kiçik, B plus C 9-dan kiçik, C plus A 11-dən kiçik. Tərəf-tərəfə toplasaq bu onsuz da perimetri verəcək. Daha doğrusu 2P verəcək. Yəni 2A 2B olur. Kiçikdir 26'dan, P də kiçikdir 13'dən. Ən böyük qiyməti neçə olacaq? 12. Yəni asandır. Bu sualda mən yanlışlıq olduğunu düşünürəm. Ona görə bu suala elə baxmıram. 4-cü suala baxaq. 4-cü sualda görək nə deyir? Sinus 4x çıx kosinus 4x bərabər 1. Dostlar, belə bir tənlik gördüksə, dərəcə azaltmadan istifadə edin. Olacaq 1 minus kosinus 4x bölü 2 çıxılsın 1 plus kosinus 4x bölü 2 bərabərdir 1. Hər tərəfini 2'yə vursaq olacaq 1 minus kosinus 4x minus 1 minus kosinus 4x bərabər 2'yə. Bu birlər gedər. Buradan mənfi 2 kosinus 4x bərabərdir 2'yə. Kosinus 4x bərabərdir mənfi 1'ə. Buradan da mənfi 1'i bilirik ki, harda alır kosinus? Pi, deməli pi üstəgəl 2 pi k-da. Hər tərəfi 4'ə bölsəm alınacaq pi bölünsün 4, pi k bölünsün 2. Yəni doğru cavabımız C. 5-ci sual möhtəşəm deyil, çünki asandır. Buradan baxsaq, bura 40 dərəcədir. Uyğun ona qövsü onun yarısıdır, yəni ki 80 dərəcədir. Kubun tam səthinin sayısı, bu da asandır. 6a kvadratı bərabər 72'yə, a kvadratı bərabərdir 12'yə. Yəni hər bir üzünün sayısı 12'dir. Diagonalını tap. Diagonalını bilirik ki, burada göstərim, diagonalı hansıdır.